27 sentyabr Azərbaycan tarixində əbədi iz qoymuş günümüzdür. Bugün şəhidlərimizin şəhadət zirvəsinə ucaldığı anım günümüzdür. Bugün 200 illik yəsarətə dur dediğimiz günümüzdür. Bugün milli birlik, dur ve direniş günümüzdür. 27 sentyabr hem de demir yumruğumuzun başlangıç günüdür. Göz kırpmadan ölümün üstüne məğrur ve cesaretle gittiğimiz günümüzdür. Xalqın birliği, ordumuzun gücü, şəhidlərimizin qanı ilə yazılmış qəhrəmanlıq dastanı günün rəmzidir. Unutmayaq ki, bu torpaq şəhidlərimizin qanı ilə müqəddəsdir. Onların ruhu daim qəlbimizdə yaşayacaq. Şəhidlər ölməz, vətən bölünməz. Qarabağ Azərbaycandır.